Hal-hazırda icra edəcəyimiz əməliyyat katarakt əməliyyatıdır, amma özəllikli bir əməliyyatdır. Pasiyentimizin sağ gözünü 10 gün bundan qabaq əməliyyat etmişik və 5%-dən artıq 100%-ə çıxan bir görməsi var. Hal-hazırda sol gözümüzə keçirik. Necəsiz Dürdanə xanım? Yaxşıyam, doktor. Neçə gün sonra açıldı görməniz? 2 gün, 1 gün yaxşı gördüm. Artıq açdınız, görməyə başladınız. İki göz arasındakı fərqi hiss elədiniz? Bəli, çox hiss elədim. Sevindiniz? Çox. Eynəsiz gəzdim. Çox şükür. Siz 2 ədəd eynəyi taxırdınız da deyəsən? Bəli, həm yaxın, həm uzaq. Bəli. İndi isə heç birini taxmırsınız. Hal-hazırda icra etdiyimiz əməliyyatda pasiyentin mirvari suyunu xaric edirik. Bu əməliyyatın ingiliscə adı Clear Lens Extraction ya da Refractive Lens Change. Oynatmırıq. Biz keçmiş zamanlarda mirvari suyu əməliyyatını sadəcə çox bulanmış billurlar üçün icra edirdik. Hansındakı pasiyent eynək taxsa da görmürdü, yəni görməsini itirmiş insanlar üçün. Amma son 20 ildə mirvari suyu əməliyyatlarının texnologiyası çox inkişaf etdi və mirvari suyu əməliyyatı özlüyündə yaşlanmış insanlarda sərtləşmiş və şəffaflığını itirmiş billurun çıxarılma əməliyyatından olmaqdan çıxdı. Biz hal-hazırda şəffaf billuru çıxartırıq. Refractive lens change, yəni eynəkdən qurtulma məqsədi ilə billur dəyişim əməliyyatı adı aldı. Prinsipdə biz mirvari suyu əməliyyatında icra etdiyimiz eyni şeyi edirik. Gözün içindən billuru xaric edib süni billuru yerləşdiririk. Dürdanə xanımın müsbət 3,5 eynəyi var idi uzaq məsafə üçün. Buna yaxın məsafə yaşa görə dəyişir. Misal üçün, müsbət 3,5 nömrəsi olan insan 45 yaşında yaxına 4,5, 50 yaşında yaxına 5,5, 60 yaşında yaxına artıq 6-ya yaxın eynək taxır. Yəni uzağa 3,5, yaxına 6 eynəyi təsəvvür etdiyimizdə bu son dərəcə çətin bir məsələdir və hər məsafədə bulanıq görür. Sadəcə yaxın eynəyini taxıb hər şeyi aydın seçmir. Kompüter məsafəsi artıq ara məsafə sayılır, yaxın deyil, ondan yaxın eynəyi ilə görmür. Ya da uzaq məsafəni eynəyini taxdığı zaman anidən əlinə telefonu alanda görmür. Bu tamamı baş ağrısı verən, bəzi insanlara hətta ürək bulantısı, boyun ağrıları, depressiya verən bir haldır. Hal-hazırda əlimdə tutduğum EDOF linzasıdır, xüsusi qablaşdırmadadır və onu özəl qatlayıcı sistem saydığımız cartridge və inserter dediyimiz sistemə yerləşdiririk. Biraz viskoelastik zəhmət olmasa. Özəl qatlayıcı sistemə yerləşdirdikdən sonra artıq gözün içinə yeritmək üçün hazır vəziyyətdəyik. Gözümüzə kiçik kəsilərdən yan girişimiz 1 mm, əsas girişimiz 2 mm çapındadır. Bu da bizim lensimiz, gözümüzün içindədir artıq. Necəsiz? Yaxşıyam, Ağrınız yoxdur ki? Yox, heç şey. Əməliyyatınızı həkim verilişində izləyə bilərsiniz. Baxın, bu da bizim lensimiz. Gözəl günlərdə, gözəl, var olun, doktor. hər zaman gözünüz gülsün, gözünüz aydın olsun. Ən yaxınlarıma və dostlarıma icra etdiyim EDOF əməliyyatını da sizə nümayiş etdirdik. Çox sağ olun. Keçmiş olsun Dürdanə xanım. Çox sağ olun. Sağ olun, təbrik edirəm. Doktor Cahit Şahbazovu izləyirdim çoxdan. İndi bütün respublikamız da onu tanıyır. Tanışlarımız da vardı ki, hansı ki uğurlu əməliyyat olmuşdu. Mən də özüm üçün çox düşündüm və fikirləşdim ki, Cahit Şahbazovu seçim. Çox ürəklə də, yəni güvəndim həkimimə. Çox sağ olsun. Bir gözüm bir neçə gün bundan qabaq əməliyyat olub. Çox rahatlamışam. Yaxşı görürəm. Artıq gözümə işıq gəlib də.